Əziz tamaşaçılar, bizim studiyada qonağımız var. Millət vəkili Elman Nəsirov bizləndir. Elman müəllim, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Biz Ulu Öndər Heydər Əliyevi əsr eləmişik bugünkü efirimizi. Onu xatırlamağa çalışırıq. Həm də tarixə bir qədər ekskursiya eləməyə çalışırıq ki, əslində həmin dövrdə nələr yaşandı, nələr baş verdi və nələrin öhdəsindən gəldik bir xalq olaraq. Təbii ki, Ulu Öndərin də liderliyi altında. Deməli, Heydər Əliyev siyasətinin biz əsas prinsiplərini istəyirəm bir sizlə səyahət edək. Bu günləri xalqımız Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edir və xalqımız böyük fəxarət hissi ilə hər zaman bu dahi şəxsiyyəti yad edir. Çünki doğrudan da Ulu Öndərin Azərbaycan dövləti xalqı qarşısında etdikləri o qədər misilsizdir ki, hətta onu ölçü vahidi mən deyərdim ki, yoxdur. Və ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti xalqı qarşısında etdiyi misilsiz xidmətləri əgər bir sözlə ifadə etməyə lazım gəlsə, mənə elə gəlir ki, xilaskarlıq sözü ən düzgün ifadə olar. O doğrudan da dövləti, dövlətçiliyi xilas etdi. 1944-cü ildə Charles de Gaulle Parisə daxil olarkən görür ki, bütün ölkə, bütün şəhərin hər bir yeri viran olub, darmadağın edilib, məhv olub. Amma o dağılmış binalara, şəhərlərə, evlərə, binalara baxıb söz söyləmir. O deyir ki, Fransada dövlətçilik məhv olub, dövlətçilik. Və onun bərpası ilə məşğul oldu və fransız xalqı Charles de Gaulle'u öz qəhrəmanı hesab edir. Ulu Öndər Heydər Əliyev də əslində 1969-82 və eyni zamanda 93-2003-cü illər, yəni iki müxtəlif ictimai-siyasi formasiya reallığında çalışsa da, amma bir məsələdə eyniyyət təşkil edirdi. O, vətənə, xalqa xidmət nöqteyi nəzərdən və misilsiz və bənzərsiz xidmət nöqteyi nəzərindən. Və Ulu Öndər Heydər Əliyevin 69-82-ci illərdəki o Azərbaycanı idarə edən dövrə qiymət versək, Azərbaycan Sovetlər Birliyinin ən geridə qalmış ölkələrindən 15 respublikadan səhv eləmirəmsə 14-cü idi. Həmin dövrdə iqtisadi baxımdan inkişaf etmiş bir respublikaya çevrildi və 1981-ci ildə, yəni Moskvaya dəvət almamışdan əvvəlki ildə ölkədə siz təsəvvür edin ki, 402 ton taxıl məhsulu istehsal edildi. Bu çox yüksək nəticə idi. Ölkədə 1.151.000 ton pambıq istehsal edildi. Ölkədə 1.616 ton üzüm məhsulları istehsal edildi. Yəni, bunlar doğrudan da Azərbaycanın ən öndə gedən respublikalardan birinə çevirdi. Və xüsusilə də o zaman Ulu Öndərin atdığı addımlar nəticə etibarilə indiki reallıqda, müasir dövlətçilimizdə bizi çox bəlalardan hifz etdi və bizim inkişafımızın təməlində dayandı. Bu ilk növbədə o zaman Sovetlər Birliyinin ən inkişaf eləmiş, ən deməli, yüksək nəticələr əldə etmiş elm, təhsil sahəsində, iqtisadiyyatda 50 şəhərinin 250 ixtisas üzrə 15 mindən çox gəncini təhsil almağa göndərdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər bu faiz 40% idi. Amma 1980-ci illərin reallığında bu ta az qala 97, təxminən 98%, 100%-ə yaxınlaşmışdı ki, və bu məqsəd nə idi? Məqsəd həm ölkə iqtisadiyyatı üçün, respublika iqtisadiyyatı üçün çox bacarıqlı, qabiliyyətli kadrlar yetişdirmək, həm də sonralar onların bəziləri axı həmin ixtisas aldığı şəhərlərdə qaldılar və bugün bizim diasporamızın əsas hərəkət verici qüvvələrdir. Ondan savayı biz indi tarixi zəfəri imza atdıq və bu zəfəri imza atanlar bizim zabitlərimiz, generallarımız və xüsusi əsgərlərimiz idi. Və o zabitlərin böyük bir hissəsi, bilirsiniz ki, Cəmşid Naxçıvanski adına Ali Hərbi Məktəbin məzunlarıdır və onu 70-ci il reallığında çox böyük mübarizə hesabına yarada bildi. Və o zaman deyirlər ki, belə məktəblər Rusiyada ola bilər, Belarusda ola bilər, Ukraynada ola bilər, amma Azərbaycanda ola bilməz. Çünki onlar üçün təhlükə idi, istəmirdilər daha. Bəli, amma buna nail oldu və sonralar həmin məktəbin məzunları çox bizim görkəmli zabitlər kimi yetişdi və tarixi qələbəmizdə mühüm rol oynadılar. Dillə bağlı məsələlər. Bilirsiniz ki, 69-cu ildə o hakimiyyətə gələrkən Bakı Dövlət Universitetinin 50 illiyi idi. 50 illiyində məhz Azərbaycan dilində çıxış etmək, bu ümumiyyətlə o zamanki reallıqlarda qəbul edilməz xəlidir. Amma Ulu Öndər Heydər çox cəsarətli idi. Onun üçün milli dəyərlər hər şeydən üstün idi. Dil məsələlərində həmişə prinsipal mövqedə dayanmışdı. Və siz təsəvvür edin ki,
biz hər zaman söyləyirik ki, 78-ci il konstitusiyasında Azərbaycanın dövlət dili kimi qeyd olunub, düzdür. Amma buna nail olmaq üçün Ulu Öndərin çox böyük bir zəhməti oldu. Azərbaycan dilinin üç cütlüyünü hazırlatdı. O üç cütlüyü Moskvada təsdiqlətdi. Hətta o üç cütlüyə SSR dövlət mükafatının verilməsinə nail oldu. Və 78-ci ildə deməli bizim konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi yazılanda başlarlar Moskvada Ulu Öndərə qarşı çıxış etməyə ki, bu separatizmdir, niyə Azərbaycan dili yazılmalıdır və s. bu kimi təzyiqlər. Amma Ulu Öndərin axı işlərini elə görmüşdü, elə zərgər dəqiqliyi ilə hesablanmışdı ki, söylədi ki, əgər bir dillə bağlı üç cütlüyə dövlət mükafatı verilirsə və Sovet İttifaqının ən nüfuzlu dilçi alimlər, akademiklər onunla bağlı müsbət rəylər verirsə, o zaman SSR-nin rəhbərliyi, yəni Brejnev səviyyəsində bu dəstəklənibsə, indi sizin bu dedikləriniz o gedən qatarın dalıca daşlatmaqdan başqa bir şey deyil. Bu dil dövlət mükafatına layiq görür və o dilin də konstitusiyaya salınması çox məntiqi bir addımdır. Yəni bütün gedişlər, bütün addımlar eyni məqsədə xidmət edirdi ki, xalqa, millətə, millətin inkişafına dəstək versin.